Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla sizin qarşınızdayıq. 15-21 iyun aralığında artıq yayın 3-cü həftəsində, iyun ayının 3-cü həftəsində hər birinizi salamlayıram və görək ümumi vəziyyət, gedişat necədir. İlk öncə bildirim ki, ictimai-siyasi sferada çox gərgin qarşıdurmalar var, təəssüf ki, xüsusən də 16-sından 19-una qədər olan dövrdə gərginlik var. Mən bilmirəm, o müharibə həddinə çatar-çatmaz, amma hər halda dövlətlərin, rəsmilərinin bir-birini qarşılıqlı ittiham eləməsi kimi bariz nümunələri görəcəyik. Azərbaycanda da vəziyyət sakit olmayacaq. Müəyyən iş bağlanmaları, işdən çıxarılmalar, hətta həbslər dalğası da başlaya bilər. Yəni, bu daha çox məmuriyyətə aiddir, nəinki jurnalistlərə ya digərlərinə, siyasətçilər. Amma daha çox vəzifəsi olan məmuriyyət həbsinin dalğası gələ bilər. Bunu da inşallah yaşayarıq, görərik. Fərdi qaydada da sakit bir həftədir. Fərdlərə nəzərən istirahət üçün çox gözəl vaxtdır. İmkan olsa da iyulu, avqustu gözləməkdənsə indi daha adam canına hopar bu istirahət, səyahət və səfərlər. Və görək ayrı-ayrı zodiak işarələri üçün vəziyyət necədir, onu da sizə çatdırıram. Qoç bürcü. İşləriniz normal getsə də bu bədbin ovqatınıza müsbət təsir göstərmir. Çünki bu bədbinliyini özünüz yaşayırsınız. Pessimist keçmişə gedib yapışıb orada qalmaqdansa optimist, nikbin gələcəyə köklənir. Məsələn, bu real dünyada bu cür yaşamaq insanı qalibiyyət aparır. Siz də bundan yararlanın. Çətinliyiniz olsa təcrübəli adamlarla məsləhətləşin, mübarək yerlərə gedin, ruhani insanlarla görüşün, amma bütün neyiniz eləyin, bu gərginlikdən, keçmişə bağlanmaqdan uzaq durun. Boğa bürcü. Risk etməyə lüzum yoxdur. Çünki hazırki durumunuz ifrat əsəbiliyinizdən xəbər verir. Hissli başdan da bilirsiniz ki, bir irəli getmək olmur. Amma ailə sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək. Ayın 15-də bəzi sürprizlərlə rastlaşacaqsınız. Əkizlər bürcü. Kifayət qədər düşərli zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplanmalısınız. Bu həftənin ən varlı bürclərindən biri də siz olacaqsınız. Ən azı 3 dəfə qazanmaq, gəlir əldə etmək ehtimalınız var. Bunun da heç olmasa birindən yəqin ki, istifadə etməyi bacaracaqsınız. Qida və yuxu rejiminizə də fikir verin. Xərçəng bürcü. Həftənin ilk günlərində, ilk 2 günündə, 15-də və 16-sında planetlərin bürcünüzdəki düzülüşü bütün ciddi işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə uğursuzluqlar silsiləsi ilə rastlaşa bilərsiniz, yaxud da yaratmaz tərəfdaşlarla haqq hesab çürütməli olarsınız. Bu, dediyim 2 gündə bunlara yol verməsəniz, qalib çıxsanız, itkisiz çıxmasanız, həftədən çox razı qalacaqsınız. Böyük ideyalarınıza gedən yolu da tapacaqsınız. Şir bürcü. Narahatçılığa heç bir əsas yoxdur. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gücünüzü işə salmalısınız. Həftənin ortalarında fəaliyyətlə bağlı geniş imkanlarınız açılacaq. Bu isə ayın sonuna qədər maddi durumunuza müsbət təsir edəcək. Şənbə, bazar günlərini daha çox evdə keçirməyə çalışın, yaxud da ailə üzvlərinizlə. Qız bürcü. Ətrafınızda mövcud olan dırnaqarası səbəbsiz gərginlikdən narahat olmayın. Ən az ona görə ki, ixtiyarınızda olan bu həftə ərzində sizi narahat edən əksər sahələrdə, istər qarşılıqlı münasibətlərdə, istər maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz. Yalnız bazar ertəsi, yəni ayın 15-də mübahisələr mümkündür ki, düşünürəm, məni işlərdən sonra bunu da aradan qaldıracaqsınız. Tərəzi bürcü. İxtiyarınıza olduqca məsuliyyətli bir həftə düşüb. Ayın 16-sına qədər çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Maddi sıxıntılarınızın azalacağını bildirən ulduzlar səmimi və təbii olmağı, reallığa düzgün qiymət verməyi məsləhət görür. Ümumiyyətlə isə fərdi fəaliyyətinizdə dönüş baş qaldırmalıdır. Əqrəb bürcü. Qarşınızda duran vəzifələrin öhdəsindən gəlmək, sizə güvənən insanların etimadını qazanmaq başlıca vəzifənizə çevrilməlidir. Bu arada iş yerini dəyişmək fikrinə də düşməməlisiniz.
proseslərə neytral şəkildə yanaşmaqla gözlənilən təhlükələri dəf edə bilərsiniz. Həftənin ortalarında səhhətinizə fikir verin. Oxatan bürcü. Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Dedikodu və qeybət bütün planlarınızı poza bilər. Həyata ayaq gözlə baxın, özünüzə qarşı tələbkar olun. Astroloji göstəricilər səhhətinizə fikir verməyi məsləhət görür. Uzaq səfərləri isə bacardığınız qədər təxirə salın. Əslində səfər var ya, amma bazar günü axşama doğru, o da elə bu həftədən az qala qırağa çıxmış olur, ona görə belə dedim. Oğlaq bürcü. Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki yeni həftənin elə ilk iş günündən bu istiqamətdə uğurlarınız bol olacaq. Siz əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yollar açılsın. 16-18 iyun aralığında yalan vədlər verməyin, yoxsa başınız ağrıya bilər. Yəni, əmin olmadan heç kimə söz verməyin. Su tökən bürcü. İlk 3 günü, 15, 16, 17 iyundan gedir söhbət. O ilk 3 günü səbirlə başa vursanız, həftənin qalan günlərində hansısa xoşa gəlməzlik olmayacaq. Çünki ulduzlar bu arada şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün sadəcə əzmkarlığınızı artırmağınız kifayətdir. Tərəfdaşlarınıza qərəzli şəkildə yanaşmayın. Ev mənzil təmirinə başlamaq üçün də ideal vaxtdır. Balıqlar bürcü. Ulduzlar həftə boyu maraqlı insanlarla görüşəcəyinizi bəyan edir. Bu, işgüzar əməkdaşlıq istiqamətində də mümkündür. Digər müstəvilərdə də tutaq ki, dostluq, yoldaşlıq, nəysə yeni bir xətt tutmaq istiqamətində də mümkündür. Hətta bu sevgidə də ola bilər ki, ürəyiniz sevgisidirsə, Allah Taala o boşluğu doldurmaq üçün bir şərait yaratsın. Ürəyi Allah Taala doldurmur, özünüz doldurursunuz. Sadəcə o şərait yaradır, bəzən ümumiyyətlə, dünya, həyat şəraitlərindən ibarət. O şəraitdən yararlanmaq, ondan lazım qədərdə istifadə edib etməmək özümüzdən asılıdır. Çünki zaman keçir, müəyyən şeylərə peşman oluruq ki, kaş o vaxt belə idi, ya əlimə şans düşmüşdü. Allah verir gördüyünüz kimi, özünüz də sonralar təsdiq edirsiniz ki, şans vermişdi. Amma istifadə eləmirsiniz. İndi də sizi ürəyinizi o sevgi yerini doldurmaq üçün də şərait yaranacaq. Görə indi nə dərəcədə istifadə edəcəksiniz, ümumiyyətlə istifadə edəcəksinizmi? Belə. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.